Qardaş soruşur ki, əgər Ramazan ayının qəza orucunu tutursansa, yəni Ramazan ayından qəza orucun qalıb və qəza orucunu tutursan və evinə qonaq gəlibsə, bu zaman orucu aça bilərəmmi? Yəni, necə bilirsiniz, nafilə orucları tutanda, birinci, dördüncü gün orucu və ya ayın 13, 14, 15-i orucları və s. nafilə orucları tutanda, necə bilirsiniz, nafilə oruclarını açmaq olar. Yəni, heç bir günah yoxdur. Misal üçün, kimsə harasa dəvət edib və ya misal üçün, evə qonaq gəlib, yəni onlarla oturub yemək yeyə bilərsən, yəni nafilə orucunu aça bilərsən. Heç bir işgal yoxdur. Lakin sual burasındadır ki, Ramazan ayından qəza oruc qalıb və bugün əgər qəza orucu tuturamsa, bunu nafilə orucu kimi edə bilərəmmi? Yəni, evə qonaq gəlibsə, mən qəza orucunu aça bilərəmmi? Cavab odur ki, orucu aça bilmərsən. Qəza orucu nafilə orucu kimi deyil. Qəza orucu Ramazan ayının vacib orucu olduğu üçün, yəni qəza tutduğun oruc, vacib orucun qəzası olduğu üçün orucu açmaq düzgün deyil. Yəni, nafilə orucuna müqayisə etmək olmaz. Yəni, bu fərqlidir, bu fərqlidir. Ona görə orucu tam axıra kimi saxlamalısan. Allahu ələm. İxlasla.com saytı tərəfindən təqdim olundu.